Hamıya salam, siz İnvest Akademiya kanalındasınız. İcmallarımızı davam edirik. Bugünkü qonağımız Bakı Fond Birjasıdır. Bu icmalda biz bu qurumun tarixi və fəaliyyət barəsində danışacağıq. Həmçinin digər böyük birjalardan olan fərqini də nəzərdən keçirəcək. Rahat əyləşin və biz başlayırıq. Mövzumuza keçməkdən öncə sizə bu videonun sponsorunu təqdim etmək istərdim. Taksi 9111 sərfəli qiymətə yüksək xidmət. Mobil tətbiqdə Invest promokodunu istifadə edin və balansınıza 10 AZN əldə edin. Əgər siz də bizim buraxılışımızın sponsoru olmaq istəyirsinizsə, bizimlə e-mail vasitəsilə əlaqə saxlayın və ya Instagramda yazın. Bakı Fond Birjası və ya BFB Azərbaycanın əsas qiymətli kağızlar bazarıdır və ölkənin maliyyə sistemində mühüm rol oynayır. 1997-ci ildə yaradılmış bu birja dövlət və korporativ qiymətli kağızların ticarətini apardığı əsas platformadır. BFB-nin əsas məqsədi investisiya imkanlarını genişləndirmək, bazar iştirakçıları üçün şəffaf və etibarlı mühit yaratmaq və Azərbaycan iqtisadiyyatına sərmayə axını artırmaqdır. Birja əsasən istiqrazlar, səhmlər və repo əməliyyatlarının aparıldığı bazarı əhatə edir. Dövlət qiymətli kağızları əsasən Azərbaycan Respublikası Maliyyə Nazirliyi və Mərkəzi Bank tərəfindən emissiya olunur. Korporativ istiqrazlar və səhmlər isə yerli şirkətlər tərəfindən bazara çıxarılır və investorlar üçün əlavə sərmayə imkanları yaradır. Bakı Fond Birjasının üzvləri əsasən kommersiya, bankları, investisiya şirkətləri və digər maliyyə institutlarıdır. Onlar vasitəsilə investorlar birjada ticarət əməliyyatlarını həyata keçirirlər. Bakı Fond Birjasının fəaliyyətinin əsas prinsiplərindən biri də beynəlxalq standartlarına uyğunluğu təmin etmək və investorlar üçün likvidliyi artırmaqdır. Son illərdə Bakı Fond Birjası texnoloji inkişaf və bazar infrastrukturunun gücləndirilməsi istiqamətində bir sıra yeniliklər tətbiq edib. Elektron ticarət sistemlərinin modernləşdirilməsi və beynəlxalq təcrübəyə uyğun tənzimlənmə mexanizmlərinin tətbiqi bazar iştirakçılarının rahatlığını təmin edir. Bakı Fond Birjası hazırda vəziyyəti və ticarət dinamikası Azərbaycanın maliyyə bazarının inkişaf səviyyəsini əks etdirir. Son illərdə yerli və xarici investorların marağının artması ilə BFB-də ticarət həcmi yüksəlib. Xüsusilə dövlət istiqrazların emissiyası və dövriyyəsi daha aktiv şəkildə həyata keçirilir. Bu da bazara likvidlik qatır. 2023-cü ilin nəticələrinə görə Bakı Fond Birjasında aparılan əməliyyatların böyük hissəsini dövlət qiymətli kağızları təşkil edir. Bu istiqrazlar əsasən Maliyyə Nazirliyi və Azərbaycan Mərkəzi Bank tərəfindən buraxılır və investorlar üçün etibarlı gəlir mənbəyi hesab olunur. Korporativ istiqraz bazarı və tədricən genişlənir, xüsusilə banklar və iri şirkətlər tərəfindən buraxılan istiqrazlara maraqlar artır. Səhmlər bazarına gəldikdə, Azərbaycan şirkətlərinin birja listinqi hələ də məhdud olsa da, bu istiqamətdə müəyyən inkişaf müşahidə olunur. Bəzi iri yerli şirkətlər səhmlərini açıq satışa çıxmaqla öz kapitallarını artırmağa çalışırlar. Ancaq hələlik səhmlərin ticarət istiqrazlara müqayisədə xeyli aşağıdır. Bakı Fond Birjası yerli investorları cəlb etmək üçün maarifləndirmə tədbirlərini də genişləndirir. Son illərdə birja maliyyə bazarları haqqında seminarlar və təlimlər təşkil edir. Həmçinin investorlar üçün daha şəffaf və əlçatan informasiya təqdim edir. Bununla yanaşı, birjanın inkişafı üçün daha çox şirkətin listinqə daxil olması və bazarın diversifikasiyası vacibdir. Gələcəkdə Bakı Fond Birjası daha çox beynəlxalq investor cəlb etməsi və ticarət həcmini artması üçün yeni təşəbbüsləri həyata keçirilməsi gözlənilir. Elektron platformalar təkmilləşdirilməsi, listing prosesinin asanlaşdırılması və bazara yeni investisiya alətlərinin daxil edilməsi bu inkişafı sürətləndirə bilər. Ümumilikdə Bakı Fond Birjası Azərbaycanın maliyyə bazarının əsas oyunçularından biri olaraq qalır. Ancaq bazarın tam inkişafı və investor cəlbediciliyinin artırılması üçün daha geniş miqyaslı islahatlara ehtiyac var. Siz bu barədə nə düşünürsünüz? Rəylərdə bununla bizimlə paylaşın.
Bakı Fond birjasının dünyanın aparıcı birjaları ilə müqayisə etdikdə, inkişaf səviyyəsi və bazar dərinliyi baxımından hələ də böyük fərqlər olduğu görünür. Dünyada fond birjalar əsasən iki kateqoriyaya bölünür. İnkişaf etmiş və inkişaf etməkdə olan bazarlar. İnkişaf etmiş birjalar dedikdə, ABŞ-ın New York Stock Exchange, NYSE və Nasdaq, Böyük Britaniyanın London Stock Exchange, LSE, Yaponiyanın Tokyo Stock Exchange, TCE kimi nəhəng platformaları nəzərdə tutulur. Bu birjalarda ticarət olunan səhmlərin bazar dəyəri trilyonlarla dollarla ölçülür və gündəlik ticarət həcmi Bakı Fond birjasının illik dövriyyəsindən qat-qat yüksəkdir. Məsələn, yalnız NYSE-də gündəlik orta ticarət həcmi təxminən 100 milyard dollar civarındadır. Bu birjalarda investorlar geniş çeşiddə maliyyə alətlərindən istifadə edə bilərlər, səhmlər, istiqrazlar, törəmə maliyyə alətləri, ETF-lər və s. Üstəlik, yüksək likvidlik, güclü tənzimləmə və risklərin diversifikasiyası imkanı bu bazarları daha cəlbedici edir. İnkişaf etməkdə olan bazarlar dedikdə isə Türkiyənin Borsa İstanbul, Rusiyanın Moskva birjası və ya MOEX, Qazaxıstanın Astana Beynəlxalq Maliyyə Mərkəzi kimi platformalar nəzərdə tutulur. Bu birjalar Bakı Fond birjasına nisbətən daha irəlidədirlər. Lakin inkişaf etmiş bazarlardan geri qalırlar. Məsələn, Borsa İstanbul Türkiyənin dinamik iqtisadi sayəsində xeyli böyük ticarət həcminə malikdir və bir çox beynəlxalq investorlar tərəfindən maraq görür. Bakı Fond birjası bu birjalardan nə ilə fərqlənir? Əsas fərqlər bunlardır. Birincisi, ticarət həcmi və likvidlik. BFB-də ticarət həcmi aşağıdır və aktivlərin alqı-satqısı digər birjaların müqayisədə məhdud saydadır. İkinci, şirkətlərin listinqi. Bakı Fond birjasında listinqə düşən şirkətlərin sayı azdır. Türkiyə və Rusiya birjalarında isə yüzlərlə yerli və beynəlxalq şirkətlərin səhmlərini ticarətə çıxarır. 3. Beynəlxalq investor marağı. İnkişaf etmiş və inkişaf etməkdə olan bazarlara xarici investor axını daha yüksəkdir. Bakı Fond birjası isə əsasən yerli investor tərəfindən istifadə olunur və beynəlxalq kapital cəlb etməkdə çətinlik çəkir. Dərin maliyyə alətləri bazarı. Bakı Fond birjasında əsasən dövlət istiqrazları və məhdud sayda korporativ istiqrazlar ticarət edilir. Halbuki digər bazarlarda ETF-lər, opsiyonlar və fütureslar kimi daha mürəkkəb maliyyə alətləri mövcuddur. Bakı Fond birjasının gələcəkdəki inkişafı üçün hansı addımlar atıla bilər? Əlbəttə ki, ilk növbədə daha çox şirkətin listinqə daxil olmağı təşviq olunmalıdır. Sonra yerli və xarici şirkətlərin səhmlərinin birjada ticarət olunması bazarın genişləndirilməsinə kömək edir. Beynəlxalq investorları cəlb etmək üçün tənzimləmə sistemləri təkmilləşdirilməsi, beynəlxalq fonlar və iri investorlar üçün cəlbedici mühit yaradılmalıdır. Sonra maliyyə alətlərin artırılması, yalnız səhmlər və istiqrazla məhdudlaşdırmayaraq, daha mürəkkəb investisiya alətləri də bazarda daxil edilməlidir. Və sonda texnoloji inkişaf və rəqəmsallaşma, daha sürətli və şəffaf ticarət imkanları təqdim edilməlidir. Ümumilikdə Bakı Fond birjası hələlik region səviyyəsində fəaliyyət göstərən bir maliyyə platforması olsa da, potensialı böyükdür. Düzgün strategiyalara və bazar iştirakçılarının fəal dəstəyi ilə gələcəkdə regional maliyyə mərkəzi kimi inkişaf edə bilər. Sizcə, Bakı Fond birjası beynəlxalq səviyyəyə çıxmaq üçün nə etməlidir? Fikirlərinizi rəylərdə bölüşə bilərsiniz. Əgər siz də investisiya etmək istəyirsinizsə, lakin nədən başlamaq lazım olduğunu bilmirsinizsə, biz sizə köməklik edə bilərik. Videonun təsvirindəki linkə keçid edin və orada qısa formanı doldurun. Sizin tələblərinizi əsasən bizim komandamızın müvafiq üzvü sizinlə əlaqə saxlayacaq və investisiya aləmində ilkin addımları atmağa köməklik edəcəksə. Bugünlük isə bu qədər. Videonu bəyənin və kanalımıza abunə olun. Növbəti hansı mövzunun icmalını görmək istəyirsinizsə, rəylərdə qeyd edin və biz mütləq bu barədə video hazırlayacağıq. Bizi Instagramda izləməyi unutmayın.
Orada daimi investisiya xəbərləri və qısa informativ videolar dərc olunur. Əgər təcrübəli investorlar ilə fikir mübadiləsi aparmaq istəyirsinizsə, Telegramda olan investorlar klubuna qoşulun. Bizi izləməkdə davam edin. Hamınıza uğurlu investisiyalar. Sağ olun.